uşaqları tərbiyə eləyəndə biz ona fiziksel çox üstünlüklər veririk. Fiziksel üstünlüklərdən biri məsələn bax budur. İndi bu belə bir məsələdir ki, mən üzr istəyirəm, o həddən qırağa çıxmayım, amma deyilməlidir məsələ. Rahim, çox üzr istəyirəm. Sözünüzü balından kesin. Reklamlardan sonra davam edəcəyik əziz tamaşaçılarımız. Əziz tamaşaçılarımız, çıxış yolunu izləyirsiniz. Erkən nigahlardan danışırıq. Erkən nigahların, uşaqların deyək, uşaqların həyatında iz qoymaqlarından danışırıq. Necə onların həyatında bir travma yaratmaqlarından danışırıq. Onları necə fiziki olaraq, bioloji olaraq, psixoloji olaraq, nə bilim, onların həyatının üstündə bir qara qələmlə xətt çəkən valideynlər olur. Biraz öncə Ramal müəllim söylədi ki, uşaqlardan çox valideynləri biz qınamalıyıq. Və bizim çox hörmətli Rahim müəllimin sözündə yarıda qalmışdıq. Davam edin müəllim. Bəli, səbəbləri axtararkən bir çox səbəblər var və çox təəssüf ki, %99% səbəbləri valideynlər özləri yaradırlar. O səbəblərdən biri, məsələn, üzr istəyirəm hər bir şəxsən, amma bu belə bir söz ki, deyilməlidir. Valideynlərin gecə həyatını uşaqların görəcəyi, eşidəcəyi,